Salamlar hamıya. Bu günləri istəyirəm sizlə 100 sözlük essenin qiymətləndirilməsi haqqında danışaq. Görək bu 100 sözlük esse necə qiymətləndirilir, hansı formada dəyərləndirilir. Deməli, ilk öncə baxırıq ki, yazılıb 5 bal. Bu 5 bal nə deməkdir? Siz əgər tapşırığın yerinə yetirilməsi üzrə bütün qaydalara uyğun gəlsəz, 1 balınız var. Sonra mövzunun əhatə edilməsi ilə, məntiqi ardıcıllıqla bağlı cümlələriniz düzgündürsə 2 balınız var. Amma burada bir qeyd var. Yəni bu qeydə birazdan izah verəcəm. Qrammatikanız düzgündürsə 1 balınız var. Söz ehtiyatınız yerindədirsə o da 1 balınız var. Və ən sonunda 5 bala gəlirsiniz. İndi hər biri haqqında ayrı-ayrı məlumat verim. Bu nə deməkdir? Baxırıq ki, yazılıb tapşırığın yerinə yetirilməsi. Tapşırığın yerinə yetirilməsi nədir? Əgər siz esse bir paraqraf şəklində yazılıb, bu nə deməkdir? Siz abzasa keçirsinizsə, bu səhvdir. Çünki abzas icazə yoxdur. Bir dənə, elə bilin ki, bir dənə belə bir vərəqdir. Burada artıq sırayla hamısını yazmalısınız. Yəni, paraqrafa icazə yoxdur keçməyə. Siz tutaq ki, burada bitirdiniz. Məsəl üçün də bu cümlə burada bitdi. Keçin bura. Olmaz. Yəni, ardıcıl yazmaq lazımdır. Mövzuya tam uyğundur, yəni verdikləri sualı əhatə eləmişsinizsə, bu da düzdür. Minimum 100 söz, yəni 100 sözü keçmişsinizsə dəyərləndirilməyə alınır. Topic sentensi dəstəkləyən var, conclusion var. Ümumiyyətlə buna uyğun, yəni bu struktura uyğun yazmışsınızsa 1 balınız var. Sonra, əgər sizin esse paraqrafdadır, yəni abzas deyil. Amma 70 sözdən çoxdur. 70-dən az olanda zaten 0 bal verirlər. 70 sözdən çoxdursa 0.5 bal götürülür. 0 bal da odur ki, siz 70-dən az yazmışsınız. 69 söz belə olsa səhvdir. Yəni 0 bala bərabərdir. Heç dəyərləndirilmir. Bu isə belə. Yəni tutaq ki, siz 75 söz yazmışsınız. Topic sentensiniz, hər şey uyğundur, yeri yerindədir. 0.5 bal kimi yadınızda saxlayın. Keçirəm bura. Baxın, hətta burada qeyd var. Deyir ki, bu meyardan 0 bal alınırsa, digər meyarlar yoxlanılmır. Yəni ki, siz tutaq ki, 70-dən az yazmışsınızsa, 69 söz yazmışsınızsa, 0 yazırlar və nəticəvizə baxmırlar. Sonra ikinci hissə nədir? İkinci hissə məntiqi ardıcıllıq 2 bal deməkdir. Bu nədir? Biz bilirik ki, essedə müəyyən sözlər var ki, cümləyə başlayanda onlarla başlamaq lazımdır. Bu sözlərin PDF-ni kim istəsə mənə yazar, mən ataram. Məsələn, topic sentensə başlamalısınız ki, in my opinion və ya in my mind. Yəni, xüsusi sözlər var da, in my mind. Xüsusi sözlər var ki, onunla başlamalısınız. Bu tələbdir, yəni tələblərdən biridir. Tutaq ki, başladınız. İndi baxırlar digərinə. Argument nə deməkdir? Argument, yəni sizin ziddiyyətli fikirləriniz. Məsələn, bu esse haqqında nə düşünürsünüz? Mənfi mi, müsbət mi, olarmı, olmazmı? Bu argumentlərdir. Sonra, 3 transition nə deməkdir? Yəni, bir-birinə bağlayan. Tutaq ki, transitionlardan biri olsun first, birinci, olsun ikinci, second, olsun then, olsun məsəl üçün in addition. Yəni bunlar tələblərdən biridir. Bu sözlərin siyahısı da məndə var. Yenə deyirəm, kim istəsə rəy yazar. Amma rəyə yazın ki, necə yazaq onu ki, ayrı deyə bilək. Rəy yazın ki, sözlər. Belə sözlər yazın. Sözlər. Plus qoyun, mən özüm başa düşəcəm. Deməli, bu belə, bunu da izah elədim. Siz əgər buranı düzgün yazmışsınızsa 2 balınız var. Yox, əgər bir-iki dənə transitiondan istifadə eləmişsinizsə, yəni bir dənə nümunə vermişsinizsə, yəni fikir qıtlığı varsa 1 baldır. Ümumiyyətlə, yəni tutaq ki, argumentimiz yoxdur, ardıcıllıq falan heç nə yoxdur, bu artıq 0 baldır. Amma siz tutaq ki, buradan 0 alsaz, yəni biz bayaq dedik axı, siz buradan 0 alsaz dəyərləndirilmir, baxılmır. Amma tutaq ki, bu hissəni keçdiniz. Bu hissədən ümumiyyətlə də 0 aldınız, yəni bunu aldınız. Bu yenə də dəyərləndirilir. Keçirlər qrammatikaya baxmağa. Yəni orada bir problem yoxdur. Sadəcə nə problem var?
Qrammatikaya baxsalar belə bal vermirlər. Yəni tutaq ki, sadəcə bu balınız nəzərə alın. İndi buradan neçə almısınızsa, 0.5 almısınızsa, 1 almısınızsa o dəyərləndirilir. Siz bunu belə səhv yazsaz, yəni burada 0 bal alsaz, vəsə, yəni ardına getmirlər. Yəni qrammatikada söz ehtiyatıdır, yoxlanılmır. İndi tutaq ki, bunu da keçdiniz. Yəni bu etapdan da keçdiniz. 1 bal aldınız ya da 2 bal aldınız. Keçsək bu birisinə qrammatika. Qrammatika 1 bal verir. 1 bal nədir? Yəni siz cümlələrdə zaman quruluşudur, ardıcıllıqdır, hamısını bir-birindən uyğunlaşdırmısınız. 1 balınız var. Yox, sadə qısa cümlələrdir. Qrammatik səhvlər biraz var, çox yoxdur. O 0.5 baldır. Ümumiyyətlə, yəni qrammatikaya uyğun deyilsə, ardıcıllıq, yəni zaman uzlaşması heç nə yoxdursa 0-dır. Burada aşağıda qeyd yazılır. Deyir, eyni qrammatik qaydanı təkrarlanan səhvlərin bir səhv növü kimi hesablanır. Yəni siz tutaq ki, indiki sadə zamana aid 3-5 dənə səhv eləmsiniz, eyni hissədə o bir səhv kimi götürülür. Yəni 0.5 bal kimi bal verə bilirlər sizə. Sonra gəlirəm söz ehtiyatına. Söz ehtiyatı 1 bal deməkdir. Yəni siz sinonimlərdən istifadə eləmisinizsə, söz ehtiyatımız zəngindirsə, düzgün yerində işlətmisinizsə, leksik təkrar yoxdursa, leksik təkrar yoxdursa, siz rahatlıqla 1 balı əldə edirsiniz. Leksik təkrar nə demək? Məsələn, siz bir sözdən çox işlətmisiniz də. Tutaq ki, məsələn, nə deyək? Məsəl üçün, elə beautiful sözü olsun. Beautiful sözü, bunun sinonimləri var da. Biri var good, biri var amazing, biri var cool, biri var, nə bilim, fabulous, sonra biri var awesome. Yəni, siz tutaq ki, bu sinonimlərdən istifadə eləmədən hər yerdə beautiful, beautiful, beautiful versəz, orada leksik təkrar olur. Avtomatik balınız düşür 0.5 bala. Fikir verin, yazılıb ki, leksik təkrarlar var, mövzuya uyğun söz ehtiyatı məhduddur. Yəni, sinonimlərdən istifadə olunmayıb. Ümumiyyətlə, söz ehtiyatı çox zəifdirsə, yəni leksik təkrar çoxdursa, ümumiyyətlə də yəni zəifdirsə 0 bal olur. İndi biz dedik ki, bu 1 bal, 0.5 bal nə deməkdir? Baxın, əgər siz bütün strukturlara uyğun gəlmisinizsə, axırda gəlir toplanılır 5 bal olur. 5 bal nə deməkdir? 16.67. Yox, əgər sizdə məsələn olub 4.5 bal, o da eləyir 13 bal. 15 bal daha doğrusu. Baxın, 15 bal. Yəni, bu necə hesablanır? Siz ümumiyyətlə oturub belə hesablaya bilməzsiniz ki, mən 100-dən nə bilim şey eləyim, 100, tutaq ki, çıx, 16, 67. Məsəl üçün də belə. Elə siz qətiyyən hesablaya bilməzsiniz. Ən yaxşı versiyada nədir? Siz özünüzə bu ballardan qiymət verirsiniz. Məsələn, tutaq ki, esseni yazmısınız. Essedə zaten bundan 0 alsanız, deməli 0-dır. Yəni, heç qiymətləndirmir. Tutaq ki, essedə müəllim sizə yoxlayır essenizi. Deyir ki, məsələn, buradan bu tapşırığın yerinə yetirilməsi hissəsindən 0.5 bal verirəm sənə. Sonra mövzunun əhatə edilməsi ilə bağlı, məsəl üçün verirəm 1 bal da, biraz zəifsən, 1 bal. Oldu mu 1.5. İndi keçirəm bu birisinə. Qrammatikan superdir, əladır, verirəm 1 bal. Söz ehtiyatında əladır, yaxşıdır, verirəm 1 bal. İndi mən bunu hesablayıram. 1, 2, 3, bu da 3.5. Gedirəm, baxıram, 3.5 hansı bal idi? Görürsünüz, budur. Deməli, mən essedən 11.67 qazanıram. Bu belə olur. Yəni, bu hesablanma belədir. Ümumiyyətlə, siz götürsəz ki, 16.67-dən nə bilim, çıxım, vurum, toplayım, elə alınmaz. Elə çətinə düşərsiniz. Ən yaxşı versiyada, onsuz da siz ən sonunda imtahan nəticəvizə baxanda Dimin saytından 5 bal üzərindən qiymətləndirilir. Yəni, orada 16.67, 15, 13.33 qeyd olunmur. Sadəcə yazılır ki, esse balı, baxın, belə bir şey olur. Esse balı. İndi 9-da imtahan verənlər bilir. Belə esse balı olur. Yazılır ki, 5. Artıq neçə almışsınızsa o olur. Ya olur 2, ya olur 3, ya olur elə 5-dən 5. Vəssalam, belə olur. Yəni, ora yazmırlar ki, 16.67, nə bilim, 15. Elə şey olmur orada.
Ümid edirəm aydın başa sala bildim sizi. İndi bu bizim essenin strukturudur. Yəni bu belə dəyərləndirilir. Bəs siz hansı sözlərdən istifadə eləməlisiniz ki, sizin strukturda problem olmasın, sizin esseniz digərlərindən seçilsin, yəni yüksək bal olsun. Onun üçün gəlib giririk mənim WhatsApp kanalıma. WhatsApp kanalın linkini rəylərdə qeyd eləyərəm. Gəlirsiniz bura. Bu PDF-i tapırsınız. Deməli, görürsünüz burada nə yazılıb. Bunlar sırf struktura uyğun cümlələrdir. Məsələn, in my opinion, in my view. Yəni siz topic sentence bu sözlərlə başlamalısınız. Topic sentence yazınız, indi ikinci cümləni davam eləmək istəyirsiniz. Bu ikinci olan hissədən sözlərlə başlamalısınız. To begin with, first and foremost, bunlarla başlamalısınız. Siz deyək ki, indi ziddiyyət vermək istəyirsiniz, argument vermək istəyirsiniz. Baxın, bu sözlərdən. However, on the other hand, nevertheless, on the contrary, bunlardan istifadə eləməlisiniz. Deyək ki, hər şeyi yazdınız, gəlirsiniz artıq sonlardasınız. Sonlarda artıq verirsiniz conclusion sözlərindən. In conclusion, to sum up, to summarize. Bunlardan istifadə edirsiniz. Bu da olur sizin essenin strukturu. Yəni, o struktur bölməsində bayaqki sizə göstərdim. Baxın, bu hissə mövzunun əhatə edilməsi. Buradan olur sizin balınız tam. İndi artıq digər cümlələri düzgün yazmısınızmı ondan asılıdır. Amma sizin 100% ki 1 balınız olur. 1 bal da sonra da hesablanır. Ümumi olaraq yenə bu nəticələrdən biri olur. İndi tutaq ki siz bilmirsiniz nəyi necə yazmalısınız. Mən esse PDF-i hazırlamışam. Baxın burada. İndi 1-2 səhifəsində nümunə göstərəcəm sadəcə. Kim tam olaraq əldə eləmək istəsə, rəydə nömrə yazacağam. Ora yazar 47 esse PDF. Mən ətraflı məlumat verərəm. Baxın, məsələn, bu agrikultura haqqında, yəni kənd təsərrüfatı ilə bağlı bir essedir. Bu essenin mövzusunu mən özümdən götürməmişəm. Bunu DİM özü elan verib ki, bəs 16 mövzu əsasında listening və reading düşə bilər. Mən də təxmin edirəm ki, əgər listening, reading düşə bilərsə, qrammatik esse sualda düşə bilər. Həmin o 16 mövzunu da göstərim sizə, şübhə qalmasın. Yəni bunlar mənim özümdən deyil. Bir dəqiqə, baxın budur. Baxın, DİM-in ingilis dili buraxılış və qəbul imtahanları üzrə metodik göstəriciləri. İstifadə olunan mövzular, texnologiya, mədəniyyət, incəsənət, film, kino, heyvanlar. Yəni, mən özümdən götürməmişəm bunları. DİM-in elan verdiyi mövzular əsasında 16 dənə mövzudur, ümumi 47 dənə esse hazırlamışam. Əgər düşünürəm ki, məsələn, bu DİM deyibsə ki, dinləmə və oxu mətnləri bundan düşürsə, böyük ehtimal esse də bunlardan düşə bilər. Lap düşməsə belə biz zaten esse öyrənmək üçün nədənsə başlamalıyıq. İndi gedirəm PDF-i göstərməyə. Baxın, topic sentence'im var. Topic sentence nə sözlə başlamalıdır? In my opinion, görürsünüz, qeyd eləmişəm. Baxın bu. Sonra bu cümlə uzanır. Hətta Azərbaycanda tərcüməsi var altında. Mənim fikrimcə tezis cümləsi. Sonra mən main point verməliyəm. Main point, yəni mənim topic sentence'imin birinci girişidir. Main point başlamalıdır first of all sözü ilə və ya bayaq göstərdiyim digər sözlərlə. Artıq siz hansını istəsəz. Təklifim odur ki, ən uzun olan hansıdır ondan istifadə edin. Məsələn, 1, 2, 3 dənə söz sayılır artıq məndə burada. Sonra tərcüməsini vermişəm. Sonra mən bu fikrimi supporting, dəstəkləmişəm. Sonra altına da yenə vermişəm ki, Azərbaycan dili sizə rahat olsun. Sonra ən əsas mövzulardan biri argument. Argument ziddiyyət deməkdir. Məsələn, mən burada fikrimi dəstəkləmişəm, amma burada bir dənə mənfi cəhətində yazıram ki, bu da ola bilər. Buna başlamalıyam on the other hand sözü ilə. Digər sözlərlə də başlamaq olar. Sadəcə ən uzunu budur deyə mən bununla başlayıram. Söz sayı çox olsun. Başladım, sonra keçdim Azərbaycan dilini verdim. İndi keçirəm ikinci hissəmə. Yəni fikrimi ikinci dəfə inandırmağa çalışıram. Secondly sözü ilə başlayıram. Orada başqa sözlər də var idi. Ondan da başlaya bilərsiniz. Sonra tərcümə Azərbaycanca. Sonra bu main pointimi dəstəkləyirəm. Çünki dəstəkləməliyim, orada tək qalmasın. Dəstəklədim, yenə Azərbaycanca yazdım, biləsiniz. Conclusion olaraq, yəni sonluq olaraq in conclusion'dan istifadə edirəm. Bir də ki, ən uzun olan söz var orada.
Taking everything into concentration. Belə bir söz olmalıdır. Yaxşı olar ki, onu əzbərləyib yadda saxlayasınız. Conclusion'a sırf onu yazasınız. Baxın, taking everything into concentration. Əla sözdür. 1, 2, 3, 4 dənə də sözünüz bu başdan hesablanır. Bir var 2 dənə hesablansın. Biri də var 4 dənə hesablansın. Bu da bizim conclusion. Yəni bu formada çoxlu belə PDF var. Yəni esselər var. 47 dənə hazır essedir. Azərbaycan dilində altındadır. Mövzu sayıdakı 16 dənədir. Bunu kim istəsə mənə yazar. Daha doğrusu rəydə nömrəmi yazsam. Ora qeyd eləyər. Ətraflı məlumat verərəm. Belə, ümumi belə esse haqqında kim nə soruşmaq istəsə rəydə qeyd eləyər. Böyük məmnuniyyətlə cavab verərəm. Hələlik görüşərik növbəti videolarda.